Salam, bugün sizlə Redkalinkadan 10-cu dərsə baxacağıq. Урок 10, dərs 10. Мой день, mənim günüm. Yeni sözlər oxuyaq. Новые слова, yeni sözlər. Утром, səhər. Днем, günorta. Вечером, axşam. Ночью, gecə. Всегда, həmişə. Каждый день, hər gün. Часто, tez-tez. Иногда, hərdən. Редко, nadir vaxtlarda. Никогда, heç vaxtı. Выходные, istirahət günləri. В выходные, istirahət günlərində. Rano, tez. Поздно, geç. Сначала, əvvəl. Потом, sonra. 14-cü söz. Снова, yenidən. Потом, опять, yenə də. Завтрак, səhər yeməyi. Обед, günorta yeməyi. Ужин, şam yeməyi. İtti, getmək. Куда ты идешь? Sən hara gedirsən? İtti домой, evə getmək. İtti spать, yatmağa getmək. Вставать, qalxmaq. Готовить, hazırlamaq. Принимать ванну, vanna qəbul etmək. Vəxtdə принимать душ, duş qəbul etmək. Чистить зубы, dişlərini fırçalamaq. Заниматься спортом, idmanla məşğul olmaq. Бегать в парке, parkda qaçmaq. Вместе, birlikdə deməkdir. Keçdik dialoqlara. Dialoq номер 1. Так, birinci dialoq. Саша, что ты делаешь каждый день? Саша, sən hər gün nə edirsən? Каждый день я встаю в 8 часов утра. Чешу зубы, принимаю душ и иду в университет. Hər gün mən səhər saat 8-də oyanıram, dişlərimi fırçalayıram, duş qəbul edirəm və universitetə gedirəm. Потом я готовлю обед, обедаю и опять иду в университет. Sonra mən nahar yeməyi hazırlayıram, nahar edirəm və yenə də universitetə gedirəm. В выходные ты тоже встаешь в 8 часов. İstirahət günlərdə sən səhər saat 8-də qalxırsan? Конечно, əlbəttə. Я люблю вставать рано. Mən tez qalxmağı sevirəm. В выходные я делаю домашнее задание. Занимаюсь спортом или иду гулять. İstirahət günləri mən ev tapşırıqlarını yerinə yetirirəm, idmanla məşğul oluram, yaxud gəzməyə gedirəm. Я редко смотрю телевизор. Mən nadir vaxtlarda televizor izləyirəm. Dialoq номер 2. İkinci dialoqa baxaq. Даша, во сколько ты обычно встаешь? Даша, adətən sən saat neçədə qalxırsan? Обычно я встаю в 7 часов утра. Mən adətən səhər saat 7-də oyanıram. В 8 часов я иду в школу. Saat 7-də mən məktəbə gedirəm. Но в субботу и в воскресенье я отдыхаю и встаю в 9 или в 10 часов. Amma şənbə və yaxud istirahət günü mən istirahət edirəm, səhər 9-da yaxud 10-da oyanıram. А ты, bəs sən? Я тоже встаю рано. Mən də tez qalxıram. Я встаю в 6 часов. Потому что в 7 часов утра иду на фабрику. Mən səhər saat 6-da oyanıram. Çünki səhər saat 7-də mən fabrikaya gedirəm. Моя жена тоже встает рано. Mənim yoldaşım da tez qalxır. Мы работаем на фабрике вместе. Biz birlikdə fabrikada işləyirik. А что вы делаете в субботу и в воскресенье? Bəs şənbə, bazar günləri siz nə edirsiniz? В субботу и в воскресенье мы обычно встаем поздно. Şənbə və bazar günləri biz adətən gec oyanırıq. В выходные мы гуляем в парке или идем в театр. İstirahət günləri biz parkda gəzirik, yaxud teatra gedirik. Dialoq 3. Üçüncü dialoq. Джон, что ты делаешь утром? Джон, sən səhərlər nə edirsən? Сначала я принимаю душ. Əvvəlcə mən duş qəbul edirəm. А потом завтракаю. Sonra isə səhər yeməyi yeyirəm. В 8 часов утра я иду на работу. Səhər saat 8-də mən işə gedirəm. А что ты делаешь вечером? Bəs axşam nə edirsən? Вечером я всегда занимаюсь спортом. Axşamlar mən həmişə idmanla məşğul oluram. Обычно я бегаю в парке. Adətən mən parkda qaçıram. Потом я готовлю ужин и смотрю телевизор. Sonra mən şam yeməyi hazırlayıram və televizor izləyirəm. Я всегда иду спать в 10 часов вечера.
Mən həmişə yatmağa axşam saat 10-da gedirəm. Dialoq номер 4, 4-cü dialoq. Lena, ты любишь готовить? Lena, sən yemək hazırlamağı sevirsən? Не очень, çox da yox. Утром обычно готовит мой муж. Səhərlər adətən mənim həyat yoldaşım hazırlayır. Он встает очень рано и делает завтрак. O çox tezdən qalxır və səhər yeməyi hazırlayır. А вечером я готовлю ужин. Axşam isə mən şam yeməyi hazırlayıram. Мой муж работает много и идет домой поздно. Mənim yoldaşım çox işləyir və evə gec gəlir. Но в выходные мы готовим вместе или идем в ресторан. Amma istirahət günləri biz birlikdə yemək hazırlayırıq, yaxud restorana gedirik. Как я люблю выходные. Mən necə də sevirəm istirahət günlərini. Во сколько ты обычно встаешь в выходные? İstirahət günləri sən adətən saat neçədə oyanırsan? В выходные я встаю поздно и читаю мой любимый журнal. İstirahət günləri mən gec qalxıram və sevimli jurnalımı oxuyuram. Потом я иду в магазин или занимаюсь спортом. Sonra mən mağazaya gedirəm, yaxud da idmanla məşğul oluram. А вечером я принимаю ванну и отдыхаю. Axşam isə mən vanna qəbul edirəm və istirahət edirəm. Mətnə keçək. Мой день, mənim günüm. Добрый день, günün xeyir. Меня зовут Vladimir. Məni Vladimir çağırırlar. Моя жена и я пенсионеры. Mənim həyat yoldaşım və mən təqaüdçüyük. Мы всегда встаем рано в 7 часов утра. Biz həmişə tez qalxırıq, səhər saat 7-də. Сначала мы принимаем душ, а потом готовим завтрак. Əvvəlcə biz duş qəbul edirik, sonra isə səhər yeməyi hazırlayırıq. Мы любим завтракать на балконе. Biz eyvanda nahar yeməyi sevirik. Yox, üzr istəyirəm. Səhər yeməyi sevirik. Потом мы чистим зубы и идем в парк. Sonra biz dişlərimizi fırçalayırıq və parka gedirik. В парке мы гуляем или читаем газеты. Parkda biz gəzirik yaxud qəzet oxuyuruq. Иногда мы гуляем в городе. Hərdən biz şəhərdə gəzirik. В час dня мы обычно обедаем дома. Günorta saat 1-də biz adətən evdə nahar edirik. Моя жена очень хорошо готовит. Mənim həyat yoldaşım çox yaxşı yeməklər hazırlayır. Потом я чуть-чуть сплю, а моя жена не любит спать днем. Sonra mən biraz yatıram, mənim yoldaşım isə günortalar yatmağı sevmir. Она идет в магазин. O mağazaya gedir. Вечером мы ужинаем и смотрим телевизор. Axşam biz şam yeməyi yeyirik və televizoru izləyirik. Мы всегда идем спать рано. Biz həmişə yatmağa tez gedirik. А это наш сын. Bu isə bizim oğlumuzdur. Его зовут Михаил. Onu Mixail çağırırlar. Он по профессии журналист. O peşəcə müxbirdir. Утром Миша делает фотографии, а вечером пишет. Səhərlər Mişa şəkil çəkir, axşam isə yazır. Иногда он работает ночью тоже. Hərdən o gecəni də işləyir. Это интересная, но трудная работа. Bu maraqlı, amma çətin işdir. Еще Миша любит заниматься спортом. Bundan başqa Mişa idmanla məşğul olmağı da sevir. Он часто бегает в парке. O tez-tez parkda qaçır. Миша никогда не готовит обед, потому что всегда обедает и ужинает в ресторане или в кафе. Mişa heç vaxt nahar hazırlamağı sevmir. Çünki o həmişə kafedə yaxud da restoranda nahar və şam yeməyini yeyir. В выходные мы часто ужинаем вместе. İstirahət günləri biz tez-tez, yəni çox vaxtı birlikdə şam yeməyi yeyirik. Keçdik vопросы к тексту. Mətnə aid suallar. Ответьте на вопросы по содержанию текста. Mətnə görə suallara cavab verin. Vladimir работает, а его жена, birinci sualımız deyir, Vladimir işləyir, bəs onun həyat yoldaşı. Они не работают, они пенсионеры. Onlar işləmirlər, onlar təqaüdçüdürlər. Cavabını verdi. İkinci, во сколько они встают? Onlar saat neçədə qalxırlar? Səhər 7-də qalxırlar. Mətnə əsasən tapıb cavab verəcəyik. Что они делают утром?
Səhər onlar nə edirlər? Dördüncü. Vladimir хорошо готовит. Vladimir yaxşı yemək hazırlayır. Xeyr, orada demişdi ki, həyat yoldaşı yaxşı yemək hazırlayır. Кто Михаил по профессии? Михаил peşəcə kimdir? Это интересная работа. Bu maraqlı işdir. Mixail onların oğlu idi. O da burada yazmışdı. Peşəcə müxbir idi. Так, bu maraqlı işdir. 6-cı sual. 7. Что любит Миша? Миша nəyi sevir? 8. Почему он никогда не готовит обед? O nə üçün heç vaxt nahar yeməyi hazırlamır?